Salam əziz izləyicilər. Layihə çərçivəsində bugün sizinlə 3-cü görüşümüzdür. Verilişimizin bugünkü mövzusu Azərbaycanın təbii xəzinəsi vulkanlar. Və bildiyiniz kimi layihə Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Verilişimizin bugünkü qonağı isə Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin dissertantı Yunuslu Tahir. Tahir bəy, xoş gəlmisiniz. Xoş gəldik. Necəsiz? Sağ olun, yaxşı olasınız. Tahir bəy, və verilişimizin mövzusundan da bəlli olduğu kimi, layihənin mövzusundan da bəlli olduğu kimi, bugün biz əsasən palçıq vulkanlarından söhbət aparacağıq. Və ilk olaraq sizə belə bir sual vermək istəyərdim ki, Azərbaycan palçıq vulkanları baxımından hansı mövqedədir? Əvvəlcə demək istəyirəm ki, palçıq vulkanları ümumiyyətlə dünya üçün qlobal bir məsələdir ki, bu gələcək həm geoloji bir abidə kimi, həm təbii bir obyekt kimi qlobal bir məsələdir. Və Azərbaycan isə bu palçıq vulkanları məsələsində demək olar ki, əsas mövqedə dayanır. Çünki dünya üzrə yayılmış palçıq vulkanlarının demək olar ki, yarıdan çoxu, təxminən 450-dən çoxu Azərbaycan ərazisində yayılmışdır ki, bu da əsasən Bakı və Abşeron rayon ərazisində, yəni Abşeron yarımadasında və Xəzər akvatoriyasında bu daha geniş yayılmışdır. Və həmçinin də respublikamızda bu Qanıq çayı ətrafında da kiçik miqdarda təxminən 4-5 palçıq vulkanı müşahidə olunmuşdur ki, şimal istiqamətində, yəni Quba Xaçmaz istiqamətində getdikdə isə burada da nisbətən palçıq vulkanları yayılmışdır. Ancaq əsasən dediyimiz kimi Xəzər sahili ərazilərdə palçıq vulkanları daha geniş yayılmışdır və dediyimiz kimi geniş yarıdan çoxu Azərbaycanda olduğu üçün dünyanın da Azərbaycanın marağı bu istiqamətdə daha çoxdur. Palçıq vulkanları ümumiyyətlə necə yaranır? Palçıq vulkanların yaranmasında demək olar ki, burada geoloji proseslər gedir və bu geoloji proseslər qısa bir müddətdə deyil, hətta milyonlarla il müddətdə yerin dərin qatlarında üzvü maddələr və s. sintez prosesi baş verir. Və bu sintez prosesində müəyyən bir qazlar formalaşır və bu qazlar yavaş-yavaş artmağa başlayır. Burada əsasən metan qazından söhbət gedir və bu qaz yerin səthində artdığı müddət ərzində artıq burada həmin qazlar toplanır və toplandıqca artıq orada yerləşə bilmədiyi üçün özünə elə bir çıxış yolu axtarır ki, yerin səthinə çıxsın. Və bu zaman isə nisbətən daha kövrək suxurlar olan hissələrdə bu qazlar özlərini yol taparaq səthə çıxa bilirlər və bu səthə çıxdığı zaman ətrafa müəyyən bir tullantılar atılır, yəni təsirləri olur, dırnaqarası tullantı desək. Burada əsasən hansı tullantıdan söhbət gedə bilər? Palçıqlardan, sudan və qazdan söhbət gedir ki, bu da digər vulkanlardan əsas fərqləndirən xüsusiyyətdir və bu palçıq vulkanlarda qeyd etdiyimiz kimi qazın təsiri ilə ətrafa yayılır və müəyyən bir təsirləri ola bilər. Yəni harda qaz daha çoxdursa, palçıq vulkanları orada əmələ gəlir, belə demək istəyirsiniz? Deyə bilərik ki, yerin dərinliyində olan üzvü maddələrin miqdarı çox olduqda, onların sintezi getdiyi üçün həmin ərazilərdə qazın miqdarı daha çox olur. Və bu qazın miqdarı çox olmağı da, yəni ki, həmin ərazidə palçıq vulkanı çox olmaq mənasına gəlmir. Eyni zamanda həmin qazlar formalaşdığı ərazidə yerin dərin suxurlarında bu palçıq qatlarının olması da əsas şərtlərdən biri hesab oluna bilər. Bəs bu vulkanların əsas xüsusiyyətləri nələrdir? Bu vulkanların əsas xüsusiyyətləri onlardan ibarətdir ki, dediyimiz kimi ətrafa palçıqlı, yəni ki, püskürmə zamanı ətrafa palçıq tullantıları atılır. Və burada biz yəni ki, hər hansısa bir yüksək temperaturlu bir maddədən və s. söhbət gedə bilməz. Yəni biz adi indi tutaq ki, müşahidələr aparmışdıq ki, əsasən tutaq ki, insanlar da bu palçıq vulkanları ərazisinə rahatlıqla gedə bilirlər və əlləri ondan istifadə edə bilirlər. İndi mövzunun bəlkə də davamında bu haqda daha geniş danışa bilərik. Palçıq vulkanlarından sağlamlıq məqsədi ilə, müalicə məqsədi ilə istifadə edirlər və rahatlıqla görürük ki, palçıq vulkanı krateri ərazisində insanlar rahatlıqla o palçıq vulkanını əl vura bilirlər. Və bu da onu göstərir ki, həmin palçıq vulkanı püskürmə zamanı ətrafa atılan palçıqların demək olar ki, temperaturu o qədər də yüksək olmur, hətta deyə bilərik ki, soyuq olur. Amma digər vulkanlarda isə biz bunu müşahidə edə bilmirik. Və bunun əsas xüsusiyyəti dediyimiz kimi ətrafa qaz tullantıları və palçıq tullantıları ilə atılması kimi başa düşə bilərik və dediyimiz kimi bu temperaturun aşağı olması ilə müşahidə olunur.
Sizcə nəyə görə palçıq vulkanlarını Azərbaycanın təbii abidələri adlandırırlar? Azərbaycanın təbii abidələri əsasən dediyimiz kimi palçıq vulkanı nəinki Azərbaycan, ümumiyyətlə dünya üçün çox maraqlı bir mövqedə dayanır və bu istiqamətdə məsəl hal-hazırda yəni Azərbaycanda bu təcrübə istiqamətində işlər aparılsa da, ancaq xarici ölkələrdə əsasən biz palçıq vulkanların Azərbaycandan sonra daha geniş yayılmış bir ölkə olan İtaliyanı misal göstərə bilərik ki, Aralıq dənizi sahilində demək olar ki, Azərbaycanda palçıq vulkanlarının sayına yaxın olan miqdarda daha geniş yayılmış palçıq vulkanları vardır ki, və bu palçıq vulkanları ərazisində geopark deyilən bir xüsusi qorunan ərazi hazırlanmışdır. Və bunda da əsas məqsəd ondan ibarətdir ki, həmin ərazidə olan palçıq vulkanlarının yəni geoloji sərvət kimi saxlanılmasıdır. Və burada bayaqlar soruşdunuz ki, nə üçün Azərbaycanın təbii sərvəti sayıla bilər? Çünki bu palçıq vulkanları bizim elə bil ki, dünyaya çıxış üçün bir açar ola bilər. Yəni turizm üçün bizim üçün əsas bir vacib elementdir. Burada qeyd etdiyimiz kimi, burada həm sağlamlıq məqsədindən istifadə oluna bilər, həmçinin onun ətrafında turistik marşrutlar və s. çəkilməsi üçün əlverişlidir. Eyni zamanda tutaq ki, turistlərin çəkilişi və s. orada hərəkəti zamanı təbii abidələrdən zövq alma kimi xüsusiyyətləri ola bilər. Və bu sərvət elə bil ki, bizə Tanrıdan verilmiş bir nemət kimi baxa bilərik ki, dediyimiz kimi dünyada olan palçıq vulkanlarının çoxu Azərbaycanda yerlənir və biz bunu əsas məqsədimiz onu qorumaqdır. Və burada bu sərvəti necə qorumaq istiqamətində hələ tam yəni Sovet dövründən də bu istiqamətdə işlər aparılmışdır. Bunu tutaq ki, Lökbatan palçıq vulkanı ərazisində ona pasportun verilməsi və s. kimi proseslər getmişdir. Amma müstəqillik dövründə, müstəqilliyin ilk dövrlərində bu istiqamətdə işlər biraz zəif olduğu halda artıq 95-ci ildən sonra bu istiqamətdə yenidən işlər aparılmağa başlanmışdı və hal-hazırda artıq bu dediyimiz təbii sərvətin qorunması üçün palçıq vulkanları Dövlət Təbiət Qoruğu formalaşmışdır ki, bu 2011-ci ildə həyata keçirilmişdir və burada əsasən bayaq dediyimiz o Azərbaycana yəni palçıq vulkanlarının 43-ü həmin qoruq ərazisindədir. Və biz bu qoruğu ərazisində seçilən palçıq vulkanları da ona əsasən seçilmişdir ki, burada qeyd etdiyimiz o sərvət statusuna sala biləcəyimiz həm tutaq ki, relyef cəhətdən əlverişli olsun, həm mineral araşdırmalar nəticəsində onun tərkibində olan təbii minerallarla zəngin olan palçıq vulkanları daha çox bu əraziyə daxil edilmişdir. Siz söhbətinizdə də qeyd elədiniz ki, Azərbaycan palçıq vulkanlarına görə birinci yerdədir, yoxsa ikinci yerdədir? Demək olar ki, birinci yerdədir. Yəni yarıdan çoxu Azərbaycan ərazisindədir. Sonra İtaliyada. İtaliyada, bəli, Aralıq dənizi sahilində yerləşən ölkələrdə daha geniş yayılmışdır. Yəni nisbətən Latın Amerikasında və s.də hissə-hissə lokal formada paylanma müşahidə olunur. Yəni biz bundan təbii sərvət olduğu üçün həm təbii sərvət adlandırılır, həm də eyni zamanda təbii sərvət olduğu üçün çox faydalı da istifadə edə bilərik. Ölkənin ekoturizminin dəstəyinə inkişaf məqsədi ilə də. Bəli. Çünki hal-hazırda yəni ki, bu təbii obyekt kimi, yəni sağlamlıq üçün insanlar körtəbii formada istifadə edirlər. Sadəcə onun daxilində olan xüsusiyyətləri bilmədən. Bəs yaxşı, Azərbaycanda ən məşhur palçıq vulkanı hansıdır? Burada əsasən palçıq vulkanı ərazisi böyüklüyünə görə Torağay palçıq vulkanı respublikamızda daha böyük, yəni ərazini tutur. Ancaq daha çox insanların daha çox eşitdiyi Otman Bozdağı biz misal göstərə bilərik ki, Otman Bozdağının yəni ki tez-tez püskürməsi müşahidə olunur. Yəni ki, yaxın müddətdə də biz mətbuatda görmüşdük. Bu əsasən 2001-ci ildə daha ciddi bir püskürmə müşahidə olunmuşdur ki, onun püskürmə nəticəsində palçıq vulkanı yayıldığı areal daha geniş olmuşdur. Ancaq son dövrdə səhv eləmirəmsə noyabr ayı idi. Yəni keçən il noyabr ayında Otman Bozdağ, yəni ki Lökbatan ərazisində yerləşir ki, orada mətbuatdan da gördüyümüz kimi palçıq vulkanı müşahidə olunmuşdu və orada məsəl üçün həbəşiyyət çəkilişlər və s. görmüşdük ki, bu palçıq vulkanı püskürən zaman ətrafa alov və s. püskürməsi müşahidə olmuşdu və bu insanlarda müəyyən bir qorxu yaratmışdı ki, yəni biz kinolarda və s. görürük ki, palçıq vulkanlar püskürür. Yəni palçıq vulkanı haqqında məlumatımız olmadığı üçün vulkan püskürməsində bizdə orada vahimə yaranır ki, bu püskürəcək və ətrafı lav altında qoyacaq, yanğınlar və s. baş verəcək və bu qazın şiddəti ilə o yanğında bizə o qorxunu yaratmışdı.
Amma palçıq vulkanları bayaqlar dediyimiz kimi özünə məxsus xüsusiyyəti ondan ibarətdir ki, onu yəni lava deməyək, ona palçıq deyək. Palçıq axını və su axını ilıq və yaxud da soyuq olur və bu demək olar ki, ətrafda yaşayan insanlar üçün elə də bir ciddi bir təhlükə yaratmır. Ancaq onu tutaq ki, təsiri lokal olaraq müşahidə oluna bilər. Yəni sizin dediyiniz bu maqmatik vulkanlardır. Bəli, maqmatik vulkanlardan palçıq vulkanları vulkanların fərqi. Bəli. Sadəcə biz vulkan olaraq tutaq ki, insanlar arasında vulkan anlayışı elə konkret olaraq bir vulkandır. Yəni onu maqmatik və yaxud da palçıq vulkanı olaraq bölmək müşahidə olunmur. Yəni püskürmə gördülər. Sadəcə biz onların indi fərqini açıq şəkildə izah eləyək ki, bizi izləyən izləyicilər də bilsin ki, maqmatik vulkanlar hansılardır, palçıq vulkanları hansılardır və onlar nə zaman baş verir və onların arasındakı fərqlər nələrdir? Dediyimiz kimi palçıq vulkanı yerin dərinliyində olan qazların sıxlığı və formalaşması ilə səthə çıxması ilə müşahidə olunur. Ancaq maqmatik vulkanlarda bundan fərqli olaraq yerin daxilində olan maqmanın qızaraq yavaş-yavaş orada yəni yerləşə bilmir, səthə çıxması ilə müşahidə olunur və bu lava səthə çıxdıqda bu yüzlərlə, hətta ola bilər ki, milyonlarla temperaturda yəni malik olur və bu yanğınlara və s. səbəb olur. Və maqmadan fərqli olaraq palçıq vulkanlarında isə bu qeyd etdiyimiz kimi müşahidə olunmur. Burada maqmada tutaq ki, palçıq vulkanlarında ətrafa dediyimiz kimi palçıqlar, su və qazın tullantısı atıldığı halda maqmatik palçıq vulkanlarında lava axınları görülür və lava axınları yüksək temperaturlarda və s. olur ki, bunu hətta elə olur ki, bu da demək olar ki, tutaq ki, İtaliyanı yenə də misal göstərə bilər ki, İtaliya palçıq vulkanları ilə bərabər maqmatik vulkanlarla da geniş yayılmış əraziyə malikdir və tarix boyda burada təsirləri görmüşdür ki, tutaq ki, bir palçıq vulkan püskürməsi nəticəsində tamamilə bir şəhər yoxa çıxmışdır və hal-hazırda biz onun qalıntılarını və s. görə bilirik. Və burada artıq bu maqmatik vulkanlar olduğu üçün bu püskürən zaman ətrafda yaşayan tutaq ki, adi kiçik canlı orqanizmlərlə bərabər insanlar və s. demək olar ki, həmin ərazidəki həyat tamamilə məhv olur. Palçıq vulkanlarında necə baxsaq, palçıq vulkanları püskürməsi zamanı dediyimiz kimi bunun təsiri konkret olaraq lokal xarakter daşıyır. Yəni orada əsasən onun mənfi təsirləri nə ola bilər? Ətrafda olan bitki örtüyünün və s. məhv ola bilər. Və bu da ki, tutaq ki, indi hal-hazırda müşahidələrlə nəticəsində görürük ki, palçıq vulkanları ərazisində yayılan bitkilər əsasən şoranlığa və s. davamlı bitkilər olur və palçıq vulkanı püskürdüyü zaman həmin bitkilər demək, yəni palçıq qatı altında qaldığı üçün məhv olurlar. Ancaq yavaş-yavaş halovit bitkilər inkişaf etdirir ki, daha davamlı bitkilər, yeni növlər formalaşmağa başlayır və bu da növbəti palçıq vulkanı püskürməsi nə kimi davam edir. Amma maqmatik vulkanlarda isə dediyimiz kimi püskürdüyü zaman artıq həmin ərazidə demək olar ki, həyat tamamilə məhv olur və onun yenidən bərpa olması tamamilə uzun müddət zaman ala bilər. Bəs sizin dediklərinizdən mən belə nəticəyə gəldim ki, hətta palçıq vulkanlarının bitkilərin yetişməsində də bir rol oynayır, onların böyüməsində deməyə, ancaq onların tutaq ki, yeni bitki növlərinin formalaşmasına təsir göstərir. Misal üçün, ərazidə bitki örtüyü yayılmışdır. O artıq palçıq vulkanın təsiri altında, onun palçığın daxilində olan mineralların təsiri altında artıq bitki həyatda qalmaq üçün ona davamlı funksiyalar həyata keçirməyə başlayır və yeni növlər formalaşmağa başlaması müşahidə oluna bilər. Amma dediyimiz kimi bu qısa müddət yox, bir müddət davam etməlidir ki, yeni bitki örtüyü və s. yayılsın. Eyni zamanda palçıq vulkanı nəticəsində ərazinin relyefində də müəyyən bir dəyişikliklər olur. Çünki tutaq ki, əvvəl düzənlik formasında ola bilər. Dediyimiz kimi yerin suxur kövrək olduğu üçün yerin dərinliyində olan palçıq səthə çıxdıqda artıq ətraf palçıq qatı ilə örtülüldüyü üçün orada artıq tutaq ki, palçıq vulkanının kraterləri konus formasında formalaşır və burada nisbətən hündürlüklər formalaşır. Təpəliklər deyə bilərik. Və onun təsirlərini görürük ki, ərazidə relyefin dəyişikliyi müşahidə olunur. Yəni illər üzrə tutaq ki, indi əsasən biz kosmik şəkillər və s. müşahidələr əsasında DEM fayllarla, analizlərlə müəyyən eləyirik ki, ərazidə müəyyən bir ərazidə tutaq ki, yüksəklik əvvəl, məsəl üçün, indi biz dediyim palçıq vulkanı qoruğu, palçıq vulkanı Dövlət Təbiət Qoruğu ərazisində müşahidələr aparmışdıq ki, burada tutaq ki, əsasən orada 43 palçıq vulkanının 10-unda müşahidələr aparmışdıq ki, əvvəlki illərdə ərazidə hündürlük
əsasən tutaq ki, palçıq vulkanların kənara getdikdə -10, 397 metr ərazisində dəyişdiyi halda, tutaq ki, müasir dövrün xəritəsi şəkillərinin analiz nəticəsində müşahidə edirik ki, püskürmələr nəticəsində bu hündürlüklər 430-ya 397-dən təxminən 410 metrə qədər artması müşahidə olunub. Bu da dediyimiz kimi o püskürmə nəticəsində əgər tutaq şiddətli püskürmə olduqda palçıq vulkanları ətrafa daha geniş yayılır. Amma nisbətən püskürmənin sürəti zəif olduqda bu palçıq vulkanları səthdə daha yuxarı, elə bil ki, konusun üst hissəsində olduğu üçün orada quruyaraq daha da tutaq ki, relyefin hündürləşməsinə səbəb ola bilər. Yəni siz dediniz ki, 43 palçıq vulkan, Azərbaycanda 43 palçıq. 43 palçıq vulkan. Ya Azərbaycanda 450-dən çox palçıq vulkan var. Ancaq bu 450-dən palçıq vulkanından 43-ü seçilərək palçıq vulkanları Dövlət Təbiət Qoruğunun daxilinə aid edilib. Və bunun da 22-si Abşeron rayonu ərazisində, 21-i isə Bakı şəhəri ərazisində yerləşir. Bu 450 palçıq vulkan dediyiniz Azərbaycanın əsasən hansı bölgələrində müşahidə olunur? Bu əsasən dediyimiz kimi Xəzər akvatoriyasında, Azərbaycana aid olan Xəzər akvatoriyasında və Abşeron yarımadasında daha geniş yayılmışdır. Və tutaq ki, Xəzər daxilində ada vulkanları və sair müşahidə olunur və Abşeron yarımadasından cənuba doğru getdikcə palçıq vulkanlarının intensivliyi müşahidə olunur. Ancaq az miqdarda dediyimiz kimi Respublikamızın qərb ərazilərində, Qanıq Türyançay ərazisində yəni az miqdarda palçıq vulkanları müşahidə olunmuşdur. Ancaq onların püskürməsi demək olar ki, müşahidə olunmur. Yəni onlar yatmış, sönmüş vulkan kimi qiymətləndirə bilərik və Respublikamızın şimal hissəsində də Quba ərazisində, Xaçmaz ərazisində də palçıq vulkanları vardır ki, ancaq onların da dediyimiz kimi intensivliyi, aktivliyi Abşeron yarımadasında olduğu kimi deyil. Ancaq Aran ərazilərində palçıq vulkanları demək olar ki, müşahidə olunmur. Yəni mən orada görməmişəm Aran ərazilərində ümumiyyətlə yoxdur. Çünki onun geoloji quruluşu ona uyğun deyil. Ona uyğun deyil. Əsasən hansı ərazilərdə olmasa dediyiniz kimi qaz çox olan yerlərdə. Bəli, qazın çox olması. Çünki tutaq ki, bu Xəzər dənizi sahilində də geniş yayılmasının səbəbi tutaq ki, burada neft və s. neft, qaz yataqlarının və s. olması ilə əlaqəlidir. Yəni burada geoloji proseslər yerin daxilində daha çox intensiv həyata keçirir və bunun nəticəsində yerin daxilində qazlar formalaşır. Yəni elə mən bunu sual vermək istəyirdim ki, o proses zamanı nələr baş verir, vulkan püskürmələri zamanı siz onları yəni bir-bir izah elədiniz ki, artıq nələr baş verir, nələr olur, nə olur. Yəni bunların bu palçıq vulkanlarının püskürməsi zamanı mən başa düşdüyüm qədərlə ətrafa o qədər də ziyan vermir əslində. Hətta yeni bitkilərin formalaşmasına da səbəb olur. Amma ətrafında yaşayış yerlərinin olması və yaxud da ki, hər hansı bir yaşayış obyektlərinin olması onlara təsir göstərirmi bu palçıq? Hal-hazırda elə bu problem, yəni bizdə var ki, palçıq vulkanları ərazisi yaxınlığında yaşayış obyektləri və s. vardır. Bu dediyimiz kimi tutaq ki, maqmatik vulkanlar kimi ciddi bir təsiri yoxdur. İnsanlar tutaq ki, yanğın oldu, yanğın və yansın və s. olsun deyə müşahidə olunmur. Ancaq yenə də vulkan olduğu üçün və dediyimiz kimi şiddətli qazla səthdə çıxdığı üçün burada tutaq ki, partlayışlar və s. də ola bilər. Bu da tutaq ki, insanlara təsir ola bilər. Amma maqmatik vulkanlar kimi yox. Ancaq ki, tutaq ki, bu belə bir təsirin zəif olması bizə əsas vermir ki, biz o palçıq vulkanın yaxınlığında daha yaşayış obyekti və s. salaq. Və o bitki örtüyündə də tutaq ki, bitki örtüyü yeni bitkilərin yaranması üçün səbəb olmur. Əsasən tutaq ki, oradakı bitkini məhv eləyir. Məhv elədiyi üçün artıq tutaq ki, torpaqdakı həmin ərazidə olan torpağın münbitliyi zəiflədiyi üçün daha tutaq ki, davamlı bitkilər formalaşmağa başlayır. Yabani bitkilər bitməyə başlayır. Bəli. İndi daha aydın oldu mənə. Bu bitki örtüyü ilə bərabər tutaq ki, heyvanat aləmindən də danışa bilərik, palçıq vulkanlar. İnsan indi geopark konsepsiyasından da biraz danışarıq. Əsasən tutaq ki, bitki örtüyü heyvanat aləmində isə burada əsasən sürünənlər müşahidə olunur ki, bu palçıq vulkanları ərazisinə misal üçün biz indi gedə bilən tutaq ki, araşdıra bilərik. Yəni gedib orada turistik səfərlər eləyə bilərik. Eyni zamanda tutaq ki, palçıq vulkanları turizm kompleksi də vardır ki, Abşeron ərazisində 12 hektar ərazidə təşkil olunmuşdur ki, burada artıq tutaq ki, biz həmin əraziyə getdikdə burada həm o palçıq vulkanları ərazisində yayılmış bitki örtüyündən müşahidə eləyə bilərik, həm tutaq ki, orada
faunasından məlumatlar müşahidələr eləyə bilərik və qeyd etdiyimiz kimi həmin ərazidən Palçıq vulkanı ətrafındakı olan ərazilər əsasən quraq ərazilərdir. Yəni orada tutaq ki, bitki örtüyü dediyimiz kimi sıx deyil və ağaclıq və s. olmadığı üçün əsasən orada sürünənlər və s. müşahidə olunur ki, burada kərtənkələdir, ilandır və s. əsasən geniş yayılmışdır. Ancaq bu Palçıq vulkanı püskürməsi nəticəsində həmin ərazidəki tutaq ki, faunada məhv olması müşahidə olunur. Və yaxud da püskürmə nəticəsində həmin faunanın nümayəndələri ətraf ərazilərə axın edirlər. Başa düşdüm. Və püskürmə zamanı qeyd etdiyimiz kimi həmin ərazidə demək olar ki, həyat tamamilə məhv olur. Amma maqmatikdən fərqli olaraq bu məhv olduqdan sonra yenidən bərpası mümkündür. Çünki orada dediyimiz kimi palçıq qatlarının tərkibində olan minerallar o qədər də mənfi təsirləri yoxdur. Və elə palçıq vulkanlarının sağlamlığından da tutaq ki, balinoloji əhəmiyyətindən danışa bilərik ki, tutaq ki, insanlar indi görürük ki, palçıq vulkanları ərazilərinə axın eləyirlər, oradan tutaq ki, körtəvi formada palçığı götürürlər bədənlərinə, sürtürürlər qoluna, üzünə və s. palçıq vannası qəbul eləyirlər. Ancaq bu həkim nəzarəti olmadan eləməkləri doğrudurmu? Həkim nəzarəti olmadan eləməkləri doğru deyil. Çünki tutaq ki, palçıq vulkanları, yəni tutaq ki, sanatoriyalar və s. var ki, onlar tətbiq eləyirlər. Tətbiq etdikdə onun tərkibində təbii ki, mineralları bilirlər və tutaq ki, insanın müraciət etdikdə onun xəstəliyinə əsasən əgər həmin tərkibdəki minerallar onun üçün xeyirlidirsə, o istifadə edə bilər. Amma elə ola bilər ki, tutaq ki, palçıq vulkanları, tutaq ki, biz sırf bütün palçıq vulkanlarının mineral tərkibini eyni olaraq qəbul edə bilmərik. Çünki ərazi fərqli olduğu üçün, ərazidə tutaq ki, üzvü maddələrin sintezi zamanı ətrafa atılan qazın tərkibi fərqli olduğu üçün bu palçıq vulkanlarının tərkibinin fərqliliyinə səbəb olur. Və biz tutaq ki, palçıq vulkanlarının tərkibini, kimyavi tərkibini bilmədən onu birbaşa tutaq ki, bədənlə təmasımız etməyimiz uyğun deyil. Buna görə də tutaq ki, bu istiqamətdə palçıq vulkanlarının ərazisində elə bir ki, sanatoriyalar və s. salınması məqsədə uyğundur ki, bu insanların daha çox bu istiqamətdə körtəbil yox, yəni ki, məlumatlı şəkildə istifadə etmələri daha da uyğun ola bilər. Yəni ki, bu Sovet dövründə də, yəni ki, ərazi Bakı ərazisində və Gürcüstan ərazisində də ki, balinoloji sanatoriyalar formalaşmışdı ki, insanlar ora axın edirdilər. Ancaq ondan sonra bir müddət Sovet hökumətinin dağılmasının son dövrlərində bu sanatoriyalar demək ki, sıradan çıxmışdı. Və insanlar dediyimiz kimi hər kəs tutaq ki, o palçıq vulkanlarını istifadə etməsi uyğun deyil. Çünki onun da tərkibində olan ola bilər ki, minerallar bizim bədənimiz üçün problem yarada bilər. Məsəl üçün bir insan gedir, yaxınlaşır. Allergiya verə bilər. Bəli. Sadəcə tutaq ki, bir adama həmin palçıq vulkanı kömək eləyibsə, həmin palçıq kömək eləyibsə, bu hər kəsə kömək eləyəcək mənasına gəlmir. Yəni insanlara sadəcə belə bir təsəvvür yaranır ki, kömək elədirsə mənə də kömək eləyəcək. Amma bu təbii ki, həkim nəzarəti olmadan bu eləməkləri düzgün deyil. Tahir bəy, siz zəhmət olmasa geopark konsepsiyası haqqında danışa bilərsiniz bizə biraz. Geopark, yəni ki, Azərbaycanda əsasən xüsusi qorunan ərazi olaraq biz təsəvvürümüzdə tutaq ki, dövlət təbiət qoruqlarıdır, milli parklardır, yasaqlıqlardır. Bu üç xüsusi qorunan ərazi anlayışı bizim üçün daha geniş yayılıb. Amma hal-hazırda, yəni ki, dünyada geopark adlanan yeni xüsusi qorunan bir ərazi formalaşmağa başlanmışdır. Bu hal-hazırda deyil, yəni ki, bu keçmiş dövrdən formalaşır. Ancaq Azərbaycan üçün bu daha hal-hazırki dövrdə daha çox geniş yayılır. Yəni ki, bu geopark haqqında daha geniş məlumat alma prosesi baş vermişdir. Bu da xüsusi qorunan ərazilər haqqında qanuna yeni bir təxminən 4 il əvvəl, bundan əvvəl geopark xüsusi qorunan ərazilər haqqında yeni bir fəsil əlavə olundu ki, geopark deyəndə nəyə başa düşürük? Yəni, xüsusi qorunan tutaq ki, dövlət təbiət qoruqları, yasaqlar və s. Burada əsas məqsəd ondan ibarətdir ki, həmin ərazidə yayılan tutaq ki, fauna və yaxud da flora örtüyünün qorunması, xüsusi nadir növlərin qorunması və s. başa düşülür. Ancaq geoparkda artıq adından da görürük ki, geoloji park kimi baxa bilirik. Yəni, burada təbii geoloji obyektlərin qorunduğu bir park kimi. Yəni, burada artıq tutaq ki, həm bu geoloji parkın qorunması nəzərdə tutulur, yəni geoloji obyektlərin qorunması, həm ora turistik axınların təşkili, həm tutaq ki, orada təhsillə bağlı tutaq ki, kiçik laboratoriyaların və s. salınması, eyni zamanda tutaq ki, məktəblərin ekskursiyası üçün uyğun şəraitin yaradılması və s. nəzərdə tutulur və bu geopark konsepsiyası, UNESCO-nun geopark konsepsiyası
dünyada daha çox geniş yayılmışdır. Bu hətta da Türkiyədə, İtaliyada, İspaniya ərazisində, Latin Amerikada da geoparklar daha geniş yayılmışdır. Hal-hazırda təxminən 56-dan çox geopark dünya üzrə formalaşmışdır və Azərbaycanda da bu istiqamətdə işlər aparılır və bunlardan biri də dediyimiz kimi Palçıq vulkanı Dövlət Təbiət Qoruğunda yaranmış 43 Palçıq vulkanıdır ki, bu 43 Palçıq vulkanının seçilməsində də əsas məqsəd ora gedən marşrutların uyğunluğu və s. nəzərə alınır. Və tutaq ki, bu palçıq vulkanlarının dediyimiz kimi seçilməsi həm marşrutlarla bərabər, bayaqlar dediyimiz onun mineral tərkibidir, ondan sonra həmin ətrafda yayılan bitki örtüyüdür və s. də bunlar öz təsirini göstərir. Həmçinin də tutaq ki, bu ərazidə dediyimiz kimi quraq ərazidə, yəni ağaclıqdan o qədər zəngin olmadığı üçün ancaq günəş radiasiyasına ciddi təsirə məruz qaldığı ərazi olduğu üçün burada misal üçün biz günəş panelləri və s. salması da mümkündür. Hətta bu yaxınlarda, yəni ki, Abşeron yarımadasının şimalına doğru, cənubuna doğru hərəkət etdikdə orada palçıq vulkanlarını müşahidə eləyirdik. Həmin ərazidə geniş yayılmış bir günəş panelləri ərazisidə gördük ki, palçıq vulkanlardır və onun yaxınlığında günəş panelləri yerləşdirilmişdir və burada artıq tutaq ki, bu günəş panelləri ilə bərabər həmin ərazinin işıqlandırılması və s. təşkil oluna bilər. Bu da ki, geopark üçün əsas məsələ hesab olunur. Və geopark konsepsiyası daxilində günəş panelləri ilə o vulkanların yanaşı olmasının əsas səbəbi nə idi dediniz? Əsas səbəb həmin ərazilərin ağaclıqlarla o qədər zəngin olmaması və birbaşa günəş radiasiyasına məruz qaldığı üçün həmin ərazilər açıqlıq olduğu üçün və bu əsasən tutaq ki, biz dediyimiz kimi Abşerondan cənuba doğru getdikdə yolun kənarında günəş panelləri və s. görürük. Amma palçıq vulkanları o yolun kənarında olmadığı üçün biz artıq yoldan çıxıb yerli əhəmiyyətli yollarla biz həmin palçıq vulkanları ərazisinə gedirik və həmin ərazilərdə də biz günəş panellərini müşahidə edə bilirik. Və geopark konsepsiyasının tərkibində bu geoloji qoruqlar palçıq vulkanlarının qorunması ilə bərabər orada turistik əhəmiyyəti də burada vardır ki, tutaq ki, yerli əhalinin işlə təmin olunması ola bilər, tutaq ki, yaşıl iqtisadiyyatın inkişafı ola bilər və burada artıq tutaq ki, palçıq vulkanlarının və Azərbaycanda da palçıq vulkanları çox olduğu üçün bunların yeni bir qorunan əraziyə keçidi həmin ərazidə yaşayan əhali üçün də iqtisadi cəhətdən səmərəli olması müşahidə olunur. Biz bundan əvvəlki verilişdə də bunu müzakirə elədik. İnfrastruktur və ya da ki, transport məsələsi məncə bu palçıq vulkanlarına gedən yolda biraz problemli məsələdir. Aha, bəli. Palçıq vulkanları ərazisinə getməkdə bu problem yaradır. Çünki qeyd etdiyimiz kimi magistral yolların ətrafında deyil palçıq vulkanları. Çünki bu istər-istəməz o magistral yolların çəkilişi zamanı, bu layihələndirilməsi zamanı nəzərə almışdı ki, palçıq vulkanları istər-istəməz yaxın dövr ərzində olsun, uzun müddətdən bir püskürdüyü üçün bu yolun infrastrukturuna mənfi təsir göstərə bilər. Buna görə də yollar layihələndirilən zaman palçıq vulkanlarının demək olar ki, kənarda layihələndirilir. Və əgər biz tutaq ki, həmin ərazilərə deyirik ki, turistik səfərlər və s. etmək, bu əsasən dediyimiz kimi magistral yolların kənarda olduğu üçün bu bizim üçün problem yaradır. Yəni ora istər-istəməz tutaq ki, nəqliyyat vasitəsi də adi sedan avtomobillər vasitəsilə ora getmək mümkün olmur. Yəni hündür avtomobillər olmalıdır ki, həmin ərazilərin relyefi kələ-kötür olduğu üçün artıq hündür avtomobil, xüsusi seçilmiş bir avtomobillərdən istifadə edirik həmin ərazilərə, turistik səfərlər eləyə bilirik. Amma tutaq ki, biz əgər geoparka keçid eləsək, artıq orada marşrutların və s. salınması mühüm və qarşıda qoyulan əsas məsələlərdən biridir. Və belə qənaətə gəlirəm ki, ekoturizmin inkişafı baxımından əslində palçıq vulkanları çox böyük əhəmiyyət kəsb eləyir və bu bizim həqiqətən də təbii bir nemətimizdir, zənginliyimizdir, Azərbaycanın bir zənginliyidir və palçıq vulkanlarından yüksək dərəcədə istifadə eləyə bilərik. Sadəcə onun təbliğatı ilə bağlı, infrastrukturu ilə bağlı, layihələndirilməsi ilə bağlı bizim görəcəyimiz çox işlər var. Aha, bəli. Palçıq vulkanları, yəni ki, ölkə, dünya üzrə yardan çox bizdə olduğu üçün bunu artıq bizim əlimizdə elə ki, potensial var. Sadəcə biz onu düzgün istifadə etməliyik. Bəli. Çünki tutaq ki, ölkənin ərazisi kiçik olduğu halda bu qədər palçıq vulkanlarının zəngin olması
bizim üçün elə bil ki, Təbii sərvətdir. bəli, neftdən sonra tutaq ki, hal-hazırda tutaq ki, neftdir, qazdır, təbii sərvət kimi. Ancaq palçıq vulkanlarına biz daha çox diqqət eləsək, daha çox gəlir əldə edə bilərik. Çünki palçıq vulkanlarının bizdə daha çox olması dünya üçün də maraqlıdır. Əgər tutaq ki, biz həmin palçıq vulkanlarının turistik əhəmiyyətini qabarda bilsək, artıq xarici ölkələrdən demək olar ki, axın başlaya bilər respublikamıza. Siz nə təklif edə bilərsiniz bu turistik məsələləri genişləndirmək üçün, turistləri daha çox cəlb eləmək üçün? Turistika əsasən burada dediyimiz o marşrut problemidir və əgər tutaq ki, biz geopark modelinə keçid eləsək, yəni yeni qorunan ərazi geopark respublikamıza tətbiq olunsa və yaradılsa, burada artıq tutaq ki, geopark konsepsiyasına uyğun olaraq işlər aparılacaq. Burada marşrutdur və s. təşkil olunduğu üçün və geopark yarandığı üçün Qafqazda geopark deyilən bir anlayış yoxdur. Qafqazda geopark yarandıqda artıq ta ki Xəzər dənizi sahilində yerləşən ölkələrdir. İstərsən Azərbaycanın sərhəddində yerləşən ölkələrdir. Çünki Bakı elə bir ərazidə yerləşir ki, bu ta ki ticarət yolunun istərsən qərbdən Avropa ilə demək olar ki, Asiyanı birləşdirən bir mövqedədir. Və bu zaman ta ki Avropadan da, Asiyadan da respublikamıza axınların miqdarı arta bilər. Və bu istiqamətdə dediyimiz kimi turizm kompleksi, Palçıq vulkanı turizm kompleksi yaradılmışdı Abşeron ərazisində, 12 hektar ərazidə. Ancaq orada da qeyd etdiyimiz kimi orada marşrutların gedişi gəlişində problem var. Düzdür, tutaq ki, biz bilet ala bilirik, marşrutlar təşkil olunur, ancaq ki, onun da intervalında biraz problemlər olur. Amma biz əgər həmin əraziyə tutaq ki, turizm kompleksi. İndi çox adam ora haqqında məlumatsızdır. Ora getdikdə artıq biz palçıq vulkanlarının elə bil ki, daxili xüsusiyyətləri haqqında məlumat əldə etmiş oluruq. Orada palçıq vulkanlarının profilləridir, modelləridir. İstərsən biz həmin əraziyə getdikdə həmin ərazinin, palçıq vulkanları ərazisinin əyani maketini görürük. Ərazini müşahidə etmədən. Ancaq əraziyə də çıxdıqda artıq orada palçıq vulkanları daha yaxından tanış ola bilirik. Deməli, palçıq vulkanları özləri də bir-birinə fərqlənirlər. Aha, bəli. Onun tərkibindəki dediyimiz kimi mineralların və s. miqdarına görə fərqlənirlər. Çünki onlar artıq o da ki, yerin dərinliyində olan qazın tərkibində olan minerallarla əlaqəlidir. Sintez olunan üzüm miqdarı, maddələrin miqdarı ilə. Bəs yaxşı, Tahir bəy, bu palçıq vulkanlarının qoruğu da yaranmışdı. Bu hansı səbəbdən, hansı zərurətdən yarandı? Ümumiyyətlə, zəruridirmi onun yaranması? Palçıq vulkanları Dövlət Təbiət Qoruğu Prezidentin fərmanı ilə yaranmış və 2012-ci ildə Azad Nazirlər Kabinetinin qərarı ilə 43 palçıq vulkanı rəayət edilmiş və burada əsas məqsəd nədən ibarət idi? Prezidentin fərmanında da bu öz əksini tapır ki, palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaranmasında məqsəd bu təbii geoloji irsin gələcək nəslə çatdırılması, eyni zamanda bu geoloji təbii irsin gələcək nəslə çatdırılması ilə bərabər bu ərazilərdə təhsilin inkişafı və bayaqları qeyd etdiyimiz kimi bu geopark anlayış, daha doğrusu palçıq vulkanlarının insanlara daha yaxından tanış etmək məqsədi daşıyırdı. Və burada tutaq ki, biz Palçıq vulkanı Dövlət Təbiət Qoruğu dedikdə bizdə elə bir təəssürat yaranır ki, həmin əraziyə gediş-gəliş və s. olmamalıdır və s. Tutaq ki, bizdə çünki qoruq haqqında dövlət təbiət qoruqları, ancaq tutaq ki, xaricəyə getdikdə artıq tutaq ki, bu yaxınlarda İtaliyada forumda iştirak etdikdə orada biosfer qoruqları deyilən yeni bir qoruq anlayışlarından da müşahidə etmişdik. Və burada artıq biosfer qoruqları dedikdə həmin əraziyə daxil olan, tutaq ki, bu nisbətən geoparka bənzəyir və Dövlət Təbiət Qoruğunda dediyimiz kimi həmin ərazidən qorumaq məqsədi daşıdığı halda hər əraziyə giriş-çıxışın məhdudlaşdırılması və xüsusi hərəkətlər və s. artıq geopark və yaxud da biosfer qoruğu daxilində biz dediyimiz elə bil ki, daha kiçik bir lokal ərazi deyil. Hətta Palçıq vulkanı Dövlət Təbiət Qoruğu digər bizim qoruqlardan da fərqlənir. Ondan fərqlənir ki, tutaq ki, digər dövlət təbiət qoruqlarının konkret sərhədləri olduğu halda, tutaq ki, başlanma ərazidir və onun sərhədini çəkilir. Ancaq Palçıq vulkanı Dövlət Təbiət Qoruğunun konkret bir sərhəddi yoxdur. Çünki bu 43 dənə dediyimiz palçıq vulkanlardır və bu palçıq vulkanları bir-birinə yaxın ərazidə yerləşməyib. Dediyimiz kimi 21-i Bakı ərazisində, 22-si Abşeron ərazisində. Və bunlar adda-budda şəkildə paylanıldığı üçün həmin ərazidən konkret olaraq sərhəddə bölünmür. Amma geopark deyilən anlayışa keçsək, həmin ərazi elə bil ki, geniş formada biz həmin ərazinin sərhəddə alırıq. Və bu ərazi qoruq kimi deyil, həmin ərazi elə bil ki, turistik bir şəhər kimi baxa bilərik ora bilər.
Biz oradan bir ki, həmin ora turistik səfərlər eləyirik. Bununla bərabər həmin ərazidə tutaq ki, insanlar yaşayırlar və s. Yaşayan insanlar orada tutaq ki, işdən təmin olunublar. Bununla bərabər tutaq ki, həmin ərazi ilə bağlı tutaq ki, suvenirlər və s. istehsal olunur. Eyni zamanda tutaq ki, həmin əraziyə daxil olan digər tutaq ki, ərazidə olan faunadır, floradır. Bununla bərabər olaraq həmin ərazinin torpaq örtüyü ola bilər. Həmin ərazinin tutaq ki, meyilliyi, tutaq ki, sonra baxarlığı və s. haqqında da məlumatları insanlar rahatlıqla tapa bilər. Və burada tutaq ki, biz dediyimiz kimi, həmin ərazinin öyrənilməsində də biz əraziyə müşahidələr apardıq və s. Palçıq vulkanıdır. Yəni ki, burada biz geniş bir məlumat ala bilmirik. Artıq buradan geniş məlumat almağımız üçün köhnə materiallar və s. də var. Ancaq onları da araşdırdıqda bizim əlimizdə elə də bir ciddi məlumat ala bilmirik. Bunun üçün biz artıq kosmik şəkillərdən və s. istifadə edirik və kosmik şəkillər vasitəsilə biz həmin ərazini bayaq dediyimiz flora və faunası ilə bərabər olaraq onun torpaq örtüyüdür, meyilliyidir, sonra baxarlığıdır və s. haqqında da məlumatlar əldə edə bilirik. Və burada tutaq ki, biz tutaq ki, o kosmik şəkillərin analizlər eləyirik. Konkret olaraq proqram təminatları, ArcGIS və s. proqram təminatı daxilində və burada artıq həmin ərazinin meyilliyi və s. müşahidələr aparılır ki, həmin ərazidə meyilliyi nə vəziyyətdədir və bu meyilliyi müəyyən elədikdən sonra artıq həmin ərazidə ciddi bir araşdırma aparmışıqsa, artıq o marşrutların və s. yerləşdirilməsində də bizə istifadə üçün əsas baza kimi biz bundan istifadə edə bilərik. Yəni həmin meyilliyin əraziləri və biz bayaq dediyi kimi Palçıq vulkan ərazisində onu İstə-istə əslində keçən il bir 10 dənə vulkan ərazisində müşahidə aparmışdıq. Bu il 10 dənəsinin ərazisində müşahidə apardım və orada analizlərin nəticəsində onu müşahidə elədim ki, ərazi demək olar ki, meyilli ərazidə demək olar ki, yoxdur. Daha çox meyilli ərazilər dediyimiz kimi həmin Palçıq vulkanının konkret krateri, yəni konus yerləşən ərazisində meyilli müşahidə olunur. Və bu da ciddi bir meyilli deyil, təxminən 5-10 dərəcə meyilli müşahidə olunur. Ancaq əsasən həmin ərazilər 0-5 dərəcə meyilli arasında dəyişir. Və bundan başqa dediyimiz kimi kosmik tədqiqat materialları ilə biz müəyyən eləmişik ki, həmin ərazidə baxarlıq nə vəziyyətdədir. Bayaqlar günəş panellərindən danışdıq ki, günəş radiasiyasının düşməsi. Və baxarlıqda biz baxdıq ki, cənub və cənub-şərq baxarlığı həmin ərazi üçün daha geniş yayılmışdır. Yəni günəş radiasiyasının düşməsi cənub yanmacına daha çox düşür və burada da bayaqlar dediyimiz o günəş panellərinin və s. yerləşdirilməsində də biz bu baxarlıq analizlərimizdən istifadə edərək həmin ərazini tutaq ki, günəş panellərinin yerləşdirilməsi üçün istifadə edə bilərik. Və torpaq ərazi, torpaq konturlarından dedik ki, torpaq tipləri hansı formadadır. Bayaqlar da dedik ki, püskürmə zamanı bitki örtüyü və s. məhv olur. Bunun da səbəbi nə idi? Palçıq vulkanları daxilində olan minerallar və həmin palçıq qatının torpağın səthini tutması. Və bu torpaq səthini tutduqda, əgər həmin ərazidə demək olar ki, torpaqlar o qədər münbit olmurlar. Və püskürmə zamanı daha da torpaq palçıq vulkanı altında qaldığı üçün bu münbitliyi daha da zəifləməyə başlayır. Və həmin ərazilərdə apardığımız müşahidələr əsasən deyə bilərik ki, burada əsasən bozuntul şoran torpaqlar, şorlu torpaqlar daha geniş yayılmışdır. Ancaq açıq boz torpaqlar da xarakterikdir ki, bu əsasən palçıq vulkan konusundan bir qədər məsafə uzaqlıqda olur ki, ancaq püskürmə zamanı həmin torpaqlarda palçıq vulkanı altında qaldığı üçün sıradan çıxır. Və orada tutaq ki, biz bitki örtüyünü dedik ki, püskürmə zamanı məhv olur, yeni bitki növləri və s. davamlı yaranır. Ancaq bu təbii formada olur. Ancaq biz əgər geoparka keçid eləsək, həmin ərazilərin bitki örtüyünün zənginliyi bizim üçün əhəmiyyət kəsb eləyəcək. Artıq orada tutaq ki, təbii formada yox, antropogen təsirlərlə də biz bitki örtüyünün artırılmasına təsir göstərə bilərik. Bunun üçün nə edə bilərik? Tutaq ki, palçıq vulkanı əgər uzun müşahidələr aparırıq. Çünki hal-hazırda tutaq ki, əlimizdə cədvəl və s. var ki, palçıq vulkanları hansı palçıq vulkanı nə vaxt püskürür və növbəti dəfə püskürmə ehtimalı nə qədərdir? Bu haqda tutaq ki, məlumatlarımız olduğu üçün həmin ərazidə tutaq ki, bitki əkimini və s. apara bilərik ki, tutaq üçün baxırıq ki, püskürməsi o qədər də tutaq ki, monitorinqimizin nəticəsini görürük ki, yaxın müddətdə püskürmə olmayacaq. Orada artıq tutaq ki, daha davamlı bitkilər, tutaq ki, kol bitkiləri və s. əkərək həmin torpağı nisbətən əvvəlki vəziyyətinə qaytara bilərik. Yəni yavaş-yavaş, çünki torpağın da üst qatının tutaq ki, məhv olduğu müddətdə onu tutaq ki, 1 sm qatını, yəni 100 ildən çox müddət lazımdır ki, biz onu bərpa eləyə bilək.
Və buna görə də tutaq ki, dediyimiz kimi, həmin palçıq vulkanlar ərazisində biz davamlı bitkiləri özümüz də yavaş-yavaş əkərək tutaq ki, həmin ərazidə formalaşdıra bilərik. Və bayaqlarda danışanda qeyd etdik ki, palçıq vulkanları səthə çıxdıqda bayaqları sualda qeyd etməyi unutdum bəlkə. Deyirdik ki, palçıq vulkanları nə üçün bizim üçün əhəmiyyətli ola bilər? Palçıq vulkanları bizi elə bil ki, yerin səthində olan, daha doğrusu yerin daxilində olan proseslər haqqında daimi olaraq məlumat verir. Yəni bu elə bil ki, davam edən bir prosesdir. Yəni bu bitmir də. Tutaq ki, püskürdür. Püskürmə nəticəsində tutaq ki, yerin daxilində olan minerallar və s. palçıq axınları ilə səthə çıxdı. Biz artıq həmin palçıq axınlarının tərkibini analiz edərək həmin ərazinin daxilində olan proseslər, daxildə olan minerallar haqqında məlumat əldə edirik. Tutaq ki, artıq bu püskürmə zamanı biz daimi olaraq hərəkət elədiyi üçün tutaq ki, istər-istəməz püskürmə olduqca, yəni bu püskürmənin səbəbi nə idi? Dedik ki, qazı axınların daxildə yerləşməsi. Və bu püskürmə varsa, demək olar biz başa düşürük ki, həmin ərazidə qaz axınları daha çoxdur və mineralların sintez olunması daha sürətlidir. Və bu da bizim üçün tutaq ki, həyəcan təbii kimi bir görsənə bilər ki, həmin ərazidə tutaq ki, seismik ərazi növbəti dəfə nəsə bir daha başqa bir seismik proses və s. baş verə bilər. Və bu püskürmə elə bil ki, bizə mənfi kimi görsənsə də, bəlkə də o püskürmə nəticəsində biz həmin ərazi haqqında, daxili haqqında məlumat alırıq ki, gələcəkdə baş verə biləcək problemlərin qarşısını alaq. Palçıq vulkanları haqqında bu qədər məlumata malik deyildim və o detallarına qədər o qədər gözəl izah elədiniz ki, mənim özümə də maraqlı gəldi. Bəzi suallar həqiqətən mənim içimdən gələn suallar idi və o sualları verdim, onlara cavab tapdım. Və ən sonunda da belə bir nəticəyə gəldim ki, geopark konsepsiyasının Azərbaycanda qurulması çox önəmlidir. Bəli. Çünki dediyimiz kimi dünyada əsas palçıq vulkanları bizim ərazimizdə olduğu üçün bu təkcə bizim üçün yox. Yəni dünya üçün də maraqlıdır. Dünya üçün də maraqlıdır. Çünki palçıq vulkanları, yəni bu palçıq vulkanı bizim respublikanın daxilindədir, ancaq bu təkcə bizim sərvətimiz deyil. Bu dünyanın sərvətidir. Bəs yaxşı, bununla bağlı Azərbaycanda ümumiyyətlə dövlət planlamasında, layihəsində belə bir nəsə irəliləmə varmı? Bəli, çünki bayaq da qeyd etdik ki, xüsusi qorunan ərazilər haqqında qanuna yaxın dövrdə geopark adlanan yeni bir fəsil əlavə olundu və həmçinin də tutaq ki, bu istiqamətlərdə tutaq ki, konfranslarda və s. UNESCO tutaq ki, üzv dövlətlər arasında konfranslarda və s. bu haqda çıxışlar və s. də müşahidə edirik son dövrlərdə. Bu əsasən 2012-ci ildən hal-hazırki dövrə qədər bu proses davam edir. Yəni 2012-ci ildən əvvəl o qədər də maraq yox idi. Amma 2012-dən sonra artıq bu geopark istiqamətində ciddi araşdırmalar və s. müşahidə olunur və Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu istiqamətdə tutaq ki, həmin ərazilərə turistik səfərlər təşkil edirlər. Tutaq ki, bura istər-istəməz tutaq ki, insanlar cəlb olunur və s. və insanlarda elə bil ki, bu istiqamətdə hazırlıq işləri baş verir ki, yəni burada əgər tutaq ki, geopark yaransa, hansı yeniliklər ola bilər? İnsanlarda maraq oyatmaq üçün bu istiqamətlərdə, yəni Nazirliyində fəaliyyəti davam edir. Və danışıqlardan və sizin dediklərinizdən belə nəticəyə gəldim ki, yaxın gələcəkdə bu geopark konsepsiyasının artıq Azərbaycanda da icrasının başlanması gözlənilir. Bəli. Çox sağ olun Tahir bəy, çox təşəkkür edirik geniş məlumata görə, vulkanlar haqqında o qədər gözəl danışdınız ki, və mən əminəm ki, bu izləyicilərimiz üçün də çox maraqlı oldu və əziz izləyicilər, bununla da biz verilişimizə son veririk və bildiyiniz kimi verilişimiz Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı layihəsi çərçivəsində baş verir. Layihəni Səma və Eko Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi həyata keçirir və diqqətinizə görə, bizi izlədiyinizə görə təşəkkür edirik. Hələ qarşıda bizi bununla bağlı bir çox mövzular gözləyir və bizi izləmədə qalın. Sağ olun.